Bu yaxınlarda bir rəfiqəmin başına belə bir iş gəlib ki, botoks vurdurmaq üçün getdi və yəni günümüzdə artıq demək olar ki, çox insanın müraciət etdiyi bir prosedurdur. Sadəcə sinirə dəydiyi üçün həmin xanımın gülərkən artıq ağzı əyilir və bilmirik hal-hazırda ki, buna necə müalicə olunsun. Əgər ağız nahiyəsindədirsə, bu üzün aşağı 1/3-nə tətbiq olunan botulina terapiya olunur. Üzün aşağı 1/3 nahiyəsi çətin sahələrdən biri sayılır. Daha çox alın, göz ətrafı edirlər və bu biraz təcrübə tələb edir. Burada deməzdim ki, sinir ucuna toxunulur. Sadəcə difuziya olur vurulan nöqtədən və alt dodağı aşağı salan depressor bir əzələ var. O əzələyə difuziya etdiyi üçün preparat bu problemlə üzləşir. Bu problemdən azad olmaq mümkündür. Yəni 2-3 ay sonra təbii ki, azad olacaq, amma yenə də bu sahədə də görürsünüz, bayaq söylədiyimiz kimi peşəkarlıq və praktika çox böyük rol oynayır.